Okay, lesson için daxilində bir dənə index HTML əli hardadır? Yox, obsi. Səssiz yox. Nida elədi, açdıq bura. Bunu düzəltdik. Belə qırılmır. Deməli, bu gün nə keçəcəyik? Bu gün qəşəng söhbətlərə keçəcəyik. Hansı ki, div keçəcəyik, ən vaciblərindən biri. Span təqi, bunlar hamısı təqlərdir. Sonra abzaslar və başlıqlar. P təqini keçən və keçmişəm, BR, işaret keçəcəyik, image təqi, A təqi. Hansı ki, hamısı vacib təqlərdir. Vaxt itirmədən başlayaq uşaqlar. Gəlirik bura. Bunun üçün mən keçirəm Figma-ya. Figma-dan bir-iki misal gətirəcəm, temanı tutasınız. Tesla, bu nədir? Məsəl üçün, uşaqlar, biz həmişə işə başlamamışdan qabaq nə yaradırdıq? Bir frame yaradırdıq, düzdür? Bir kutu yaradırdıq və ya bu kutunun gəlib, məsəl üçün, belə çəkirdik, nə bilim, kutunun ölçüsünü idarə edirdik, məsəl üçün, 200 piksel, 300 piksel, nəsə də belə bir şey deyirdik. 200-ün 200-ə, məsəl belə bir şey. Məsələn, belə bir şey çəkirdik də, düzdürmü? Bəs yaxşı, müəllim, mən bu şeyi kodda necə eləyə bilərəm? Yəni, necə bir kutu yarada bilərəm? Məsələ odur. Bunu uşaqlar biz div təqi vasitəsilə, bəlkə də göstərmişəm sizə, div təqi vasitəsilə edirik. Bu div təqi nə edir? Boş bir halda hələ ki, içinə yaxşı, heç sən yazmıram, görək, biz onu bəyən görə bilirik. Hələ ki, heç sən görmürük təbii ki. Inspect-də F12-yə basırıq. Bunu telefon görünüşündən çıxardıram. Baxın uşaqlar, burada elementlərimizi biz görə bilirik. Fikir verin. Body'miz, bu da divimiz. Divimiz. Yaxşı, burada bir dənə salam yazaq. CSS yazmaq istəmirəm. Okay. Uşaqlar, baxın. CSS yazmadan göstərmək istəyirəm. Zoomit bağlıdır ki, bir dənə Zoomitimizi açaq. Hə, bağlıdır. Rəng vermək istəyirsiniz? Yox. Baxın uşaqlar, bu element, bu div elementi hara kimi yer tutur? Axıra kimi. Bu önəmli bir bilgidir. Hələ ki, başa düşə bilməyə bilərik, amma indi başa düşəcəyik. Bu önəmli bir məsələdir bu arada. Yəni, müəllim, nə demək istəyirsən? Yəni, mən burada bir dənə div yaratsam, bu bunun yanına gələcək, yoxsa altına düşəcək? Altına düşəcək, düzdür? Div indi bizim nə iniriksə onun boyda olur. İçinə nə qoyursa onun boyda olur. Onun boyda olmur. Bax, məsələ odur, bax, onun boyda olur. Bax, məsələn, mən bura salam yazmışam. Salam buradan buradır, amma div buradan buradır. Axıra kimidir. Buna deyirik, uşaqlar. Aycan? O heç, onu en uzun bir kutu halına yaratmaq üçün CSS lazımdır. Birinci biz bunu başa düşək. Buna deyirik biz block element. Buna deyirik nə? Block element. Block element nə edir? Həmən olduğu line yoxdur. Line deyəndə bax bunu nəzərdə tuturam. Bax bunu. Həmən olduğu line-ı bir növ bloklayır. Bura başqa bir, yanına başqa bir şey ilə görə bilmərik. Biz bu xüsusiyyəti dəyişdirə bilərikmi kodla? Buna bax, hətta display nə yazılıb? Block. Block o demək ki, o line-ı mən tutdum. Mənli idi o line. Amma müəllim, elə bir şey yoxdur ki, div kimi şey olsun. Amma o, məsələn, mən bura salam yazmışam. Salam yazdığım qədər yer tutsun. Elə bir şey yoxdurmu desəz, var uşaqlar. Orada bizim işimizə yarayır. CSS yazmırıq. Biz çünki bu ay CSS yazmamalıyıq. İstəsəz kutu yarada bilərik CSS-lə. Burası CSS keçməməliyik də. Bura yazıram salam. Bu divlə, bax, ikisi də eyni şeydir əslində. Əslində eyni şeydir. Amma fərqləri nədir? Baxaq. Bu bizim divimizdir. Div optionu tutur. Düzdür? Blok elementdir. Amma spana baxın uşaqlar. Span olduğu qədər yer tutur. Yəni müəllim, mən bunun altından bir dənə span yazsam. Yavaş. Ben buna span yazsam, indi altına düşəcək, yanına yazacaq. Yanına yazacaq. Çünki o bloklamayıb ki onu.
Bəs yaxşı müəllim, bunun blok şeyi nədir displeyi? Nə görə yazırmı, bizə verirmi onu? Ben bir sal vereceğim. Ha, bəli işte. Onun için ne önemli var, kalıcı olan değil. Çox önəmi var. Hələ ki önəmini başa düşməyə bilərik. Əslində amma kodda çox önəmi var. Tutaq ki, biz navbar yazırıq, onu blok olsa, Yazılığın içinə yanında düşünməyə qoyamayacaq. istədiyimiz vaxtlarda. Navbar yazırıq nə? Elə bir şey, tək-tək, yəni firmadakı kimi qoyamayacaq da, yəni yan-yana blok olsun, amma blok olmasa yan-yana qoya biləcək. Mən sizə bir dənə forum göstərim. Burada önəmini başa düşək. İstədiyim kimi bir şey ver mənə. Yoxdur burada. Forum. Bir dənə istədiyim kimi bir şey ver mənə. Hə. Bu ola bilər. Misal üçün bax burada bir kutu var. Düzü bu kutunu biz başqa cür yazırıq, amma misal üçün də sizə lazımdır ki, bu iki elementi yanbana yazma. Məsəl üçün burada span tagindən istifadə edə bilərsiniz. Deyirəm, çünki bizim tək bir dənə variantımız o deyil, çoxdur variantımız. O anki məntiqi necə yazırsınız, o artıq sizdən asılıdır biraz. Məsələn, burada bir span tagindən istifadə etmək olar. Həmçinin bunu da özümüz spanla yazmaq olar. Sizde böyle bir fayl var, içinde hansı kodun ne işe yaradığını hamısını gösteriyor. İçində hansı kodun nə işə yaradığını. Mesela hash heading'dir, span Məndə var, şey var məndə. Soruşaram onu web modulunda bizdə elə bir ki product owner'dan soruşaram. Bizə şeylər var. Nə deyirlər? Prezentasiya olmalıdır, prezentasiya. Onu soruşaram. Hələ bir məlumat varsa mən sizlə bölüşərəm. Amma ki belə deyək də, əzbərləməyə çalışmayın. Məntiqi başa düşməyə çalışın. Okay, və bu div də ümumiyyətlə nə olan şeydir desəz, bu div belə deyək də bizim əsas strukturumuzu yazdığımız bir kutu kimi başa düşə bilərsiniz. Kutu deyəndə məsələn bizim bunu həqiqətən bir kutuya çevirə bilərik istəsəz. Məsələn burada bir div var. Bu divə məsəl üçün bax, mən viz verirəm. Viz nə idi? Qalın. Yəni eni, hündürlüyü. Amma mən bunu verməyimə baxmayaraq onu belə deyək də, içində yazı olmadan, məsələn içində yazı yoxdur, bunu görməyəcəm. Bunu görmək üçün mən buna bir dənə rəng verirəm, background color verirəm, məsəl üçün red. Məsələn bu bir oldu kutu. Və biz bunu baxa bilirik ki, bu nə qədər yer tutub da ümumiyyətlə. Məsələn gəlin bunu yazı yazaq bir dənə, salam. Biz buna ölçü verdik deyə, n verdik deyə bu qədər yer tutdu. Verməsək nə olacaq? Option tutacaq. Çünki biz dedik axı bu option tutur yeri. O kutunun da aşağıya versə salam yukarıda qalacaq. Kutunun içində gedir o salam. Qutunun içərisindən başqa məsələ. O heç. Siz istəsəz ki, qutunu biraz aşağı salmaq, onu başqa cür yazılır. O nə idi? Bax, box element var idi bir dənə. Yuxarı çöldə məsafə nə idi? M ilə başlayırdı. Margin. Bir dənə margin top verə bilərik. Məsəl üçün də nə verək? 300 piksel zat verək də. Salamın içindən düşdü. Aycan? Salam içindən düşdü. Məsələn? Salam qutunun içindədir də bana. Məntiqsizdir. Salam çöldə deyil ki. Bax, salam çöldə budur. Style'ın bitdiyi yerde. Məsəl üçün H1 var, bu salam var. Salamı bunun içinə salmaq budur da, salam, hə. Sən bunun içində H1 salam yazaq. Bizdə məsələn də 2 dənə yazı var. Onu arasındakı şeyi çoğaltmaq üçün hansı? Kutunu yaratan style. Şaba, CSS sualları verirsə verməyin CSS. Çünki biz CSS ikinci ay keçəcəyik. Bilmədim ki, sual başa şu an. Məsələn 2 dənə yazı var, amma bir-birinə çox yaxın. Onu biraz. Hə, CSS də. Hə, bildim. Indi style CSS. kutda düzdür. Style nədir? Style bəyaz yazı. Yox, bu CSS uşağı. Bunu yazmırıq. Kutunu necə yaratırsın? Qutu yaranmışdır zaten. Divdə, qutu divdir. Bax, bu div qutudur. Biz bunu fizikən amma görmürük, bax, belə görmürük. Görmək üçün inspektə edirik, belə görə bilərik ancaq. Bax, orada da əslində qutu var.
Bu style CSS neyse, bu daha CSS yazmayacağım, başımız qarışır. Biz hələsə HTML. Divi başa düşdük. Blok elementdir, span inline elementidir. Nə deməkdir bu? Inline olduğu qədər yer tutur. Başa düşdük də onu. Bir də gərək göstərim sizə. Yaddan çıxmadı. Həqiqi. Şurada başa düşdük, amma bu başa düşdük. Kaplayır ama salam ancaq şeydə yəni. Ha, isə o. Ha, isə o. Sonra başqa nə var bizdə? Buton. Səhifələrdə bilirsiniz də butonlar olur. Hətta biz özümüz də dəfələrlə Figma-da buton şeyi yazmışıq. Belə deyək. Dizaynı yazmışıq, düzdür? Prototiplə də basanda harasa fərqli. Hüseyn, eşidirsən? Hə, okey. Bizdə sonra gəlir nə? Buton təqi. Butonlarımızı, yəni o deyirik, məsəl üçün show more butonları olur, səhifələrdə görmüsünüz. Bunu bax buton təqi ilə yazırıq adətən. Ki yazmaya da bilərik. Məcbur deyilik yazmağa, amma yaxşı olar ki buton təqi ilə yazaq. Bax məsəl üçün bu bir butondur. Hamısına bax deyirik. Məsələn bu bir buton idi. Okey. Onu da biz buton təqi ilə yazırıq. Buton təqi məsəl üçün click. Click here. Məsələn, belə bir şey yazdıq. Bax. Yanbayan gəldi. Niyə sizcə? Öz basında heç sonra. Mən belə bir şey mümkündür Figma-da elədiyim dizayneri from kod şəklində çevirə. Necə? Hə, Figma-da dizayn kodla şəklinə Figma-nın özündə olmalıdır pro versiyada. Niyə? Niyə elə bir şey eləmək istəyirsən ki? Yəni Figma-da bir şey düzəldən sonra onun anlamı qalmır, gəlib promo saytda eləyər. Yo, anlamı qalır. Siz dizayna biri var, məsələn beyninizdə bir şey yoxdur, amma kod yazmaq istəyirsiniz. O uşaqlar, bu şeylərin hamısını mən eləmişəm, narahat olmayın. Bu yollardan keçmişəm. Bir dəfə istəyirsiniz kodu bitirəndən sonra, yəni frontu bitirəndən sonra eləyin elə bir şey. Gör elə bilirsiniz yoxsa yox. Orada sizin ölçülər düz gəlməyəcək. Çox dəxilsiz rənglərdən istifadə edəcəksiniz. Amma Figma elədir ki, dizaynı qurdunuz, o dizayn əsasında yazırsınız. Başa düşdünüz? Okey, indi butona baxaq. Butonla fikir verin, span kimi inline bir elementdir. Yəni, bax, olduğu qədər yer tutur. Nədir? Mən sana mesela desək Əleyküm salam, nə gəzişmisiniz? Gəzişmişsiniz, rekorddan baxarsınız, yox. Biz başlamışıq çünki. Okey. Bir də var delayed. Delayed də əslində çox istifadə eləmədiyim bir şeydir. Çox istifadə olunmayan bir şeydir. Delayed biz nə göstərir? Güya silinmiş bir elementi. Məsəl üçün P təqini biz bilirik də. Nə idi P təqi? Paragraf. Paragraf. Yazı yazmaq üçün də. Yazını loremlə yaza bilirdik də, hə? Lorem idmi yazır. Bunu da formatlaya bilirdik də, onları öyrənmişik. Format Biz nə şey edir? nə? Format nə şey edir? Kodları, bax, biri var ki, mən bura lorem yazdım, mən bunu görmək üçün gərək belə edeyim, hə? Format o şey yarayır ki, bu məni həm kodların sırasını düzəldir, qəşəng səliqəli eləyir. Həm compile edir. Compile o deməkdir ki, bu yuxarıdan aşağı və soldan sağa oxuyur bir dəfə. Və məndə sintaksisdə hər hansı bir səhv varsa, burada xəbərdarlıq eləyir ki, bax, sənin səhvin var, get onu düzəlt, deyir. Və bütün soldan sağa gələn bütün o yekə elementlərin hamısını mən görəcəyim hizada qoyur. Bax, artıq görmək üçün mənim çox sola sağa getməyimə ehtiyac yoxdur. Fikir verdiniz? Formatlamaq odur. Qısa yolda Shift Alt F-dir. Hətta buna bax, bunu da düzəltdi. Məncə bunu düzəldəcək. Buna bax. Gördünüz də onu. Yaxınlaşdırmaq üçün Ctrl Plus-a basdım. Bunu da belə edilmiş ki, yalnız kodu görək. Sol tərəf. Başdan gəldi yazıb sonra format atırsan. Yox, başdan gəldi. Uşaqlar, bax, kod yazmaq bir sənət kimidir həqiqətən. Hamı kod yaza bilər, hamı sənətkar ola bilməz. Səliqəli yazın. Bax, neçə dəfə koda baxanda adamın qusmağı gəlməsin. Nə olar, biraz səliqəli işləyin həmişə. Sonra bizə delete-də işlədək. Delete, məsəl üçün də deyək ki, belə bir şey elədik. Bax, üstündən xətt çəkir. Çox istifadə eləmişdiyimiz bir şeydirmi? Yox, açıqdır. Amma var. İstifadə edə bilərsiniz. Deyə bunu da göstərmək istədik. Deməli, biz hal-hazırda öyrəndik divi, spanı,
buton təqini və delete təqini. Всё. Okeydir. Keçdik. Zaten bunları məsəl üçün oturub 5 saat danışsaq da yaxşı öyrənməlisiniz. Yaxşı öyrənmək üçün siz yazmalısınız. Ona görə praktikaya çox önəm verməliyik. Sonra keçdik bura. P təqi, BR təqi, HR. Asan şeylərdir. Bunu komenti almaq. Komenti almaq necə olur? Ctrl-KC. Hamısını seçdim. Ctrl-KC. Komenti aldıqda Saymıram kod olarak. ay sağ ol. Hə, komenti alınan kod oxunmur. Yəni nə deməkdir müəllim? Yoxdur. Onu nasıl silərəm də onu bilmirəm. Yox, mən saxlayıram, bunu sizlə bölüşəcəm çünki. Daha çok ChatGPT bunu edir. Hər şey kommentlər atır deyirsiniz. Hə, kommentə atılan şey kod kimi oxunmur. Bunu bilirik də. Aydındır da. Yəni biz onu kod kimi görmürük onu. Okay. P təqini bilirik. Düzdür? P təqi yazmaq üçündür. Lorem də bilirik. Lorem 10 yazırıq. 10 dənə sözdən ibarət bizə şey verir. Bir random mətin verir. Tərcümə eləməyə çalışmayın, heç bir tərcüməsi yoxdur. Sonra BR təqi. BR təqi nə edir? Bunu belə görə bilərik. Baxın uşaqlar. Yox hətta. Mən bu loremin sayını artıram. Bu nə o söz küylü qrupdur. 30 dənə xarakterli burada nə qədər yer tutdu? Hə, bu qədər yer tutdu. Deyək ki, siz bunu bax buradan bir abzas aşağı tullamaq istəyirsiniz də. Onu nə etmək lazımdır? Break eləmək lazımdır. Məsəl üçün buna bir dənə BR təqi atıram uşaqlar. Baxın, BR təqi 2 dənə deyil, asılı bağlanır. Sadəcə bir dənə BR təqi. İndi baxaq görək nə baş verir. Fikir verin. BR yazdığımız yerdən aşağı düşdü. BR nə deməkdir? Break. Break nə deməkdir? Sındırmaq. Şəkil. Break sındırmaq deməkdir. Həmən oradan olduğu yerdən sındırdı. Müəllim, mən bura 2 dənə, 3 dənə break yazsam nə olacaq? Bax gör nə olur. Nə qədər yazırsansa o qədər sındırır, düşürdür aşağı. Всё, aydındır. Çox asan. Sonra adətən bir də şey var bizdə. Mənim indi siz bir qoyacaq buton. Bəli. İndi mən məsələn istəyirəm ki, butona basanda məsələn hansı bir istəyirəm. Ona gələcəyik də, onu keçəcəyik. İndi məsələ nədir? Siz istəyirsiniz ki, sizdə belə bir şey var. Siz istəyirsiniz ki, burada bir dənə xətt çəkilsin. Düz xətt. Qırı. Bax belə düz xətt. Qırı idi dedi. Shift-ə basanın var düz çək. Aha. Eləmiş. Belə bir düz xətt çəkmək istəyirsiniz. Onu necə edə bilərsiniz? Ən asan variantı HR-dır. HR təqi. HR təqi nə edir? Baxaq. Bax buradan bir dənə düz xətt çəkir. Yox, müəllim, mən istəyirəm ki, özüm yaradım. Okay, özün yaratmaq istəyəncə bir dənə div təqindən istifadə edib olaraq CSS yazıb eləyə bilərsən. Amma hazırı var. Uzunluğunu deyil. Uzunluğunu artıq sən bura style verməlisən. Style CSS. CSS verməlisən. Ki HR-a CSS versə işə yarayırmı? Çünki HR-da bir dənə baxaq da, məsələn mən bura şey verəcəm, məsələn Azərbaycan. Məsələn 200 piksel vermək istəyirəm, məsəl üçün. Hə, okey. İşləyir. Tam mərkəzə gətirir bu arada. Tutaq ki, indi onu sol eləmək istəyirəm, necə edəcəm? Umarı gizlatma emniyeti. Bir dənə variant var, o biraz şey köhnə variantdır. Onu deyim. Nə bu elementi seçə bilsək. Görün float işləyir burada. Float məsəl üçün left deyirəm. Hə. Float left. Bu köhnə variantda açsaq, uşaqlar biz qəşəng variantları keçəcəyik. Prosta onu başa düşmək üçün hələ bizdə birinci CSS-i başlayaq sonra. Çox başımızı qarışdırmaq istəmirəm. Kodla nə istəsəz eləyə bilirik də, yəni forma zad dəyişə bilirik, nə animasiyalar keçəcəyik. Çox şey keçəcəyik. Hover falan da olur. Nə? Hover. Hover CSS. Nə olmuş ki? Sən Figma-da yazdığın, elədiyindən də artığını eləyə bilirsən kodda. Məsələn, sən çox şey eləyə bilirsən. Asandır. Всё, deməli P təqini bildik, break-i bildik, HR-ı bildik. Asandır uşaqlar. Mən sizə bunun praktikasını eləyəsiniz, siz başa düşəsiniz. Всё, keçdik bura. Image təqi. Hə. Müəllim, mən istəyirəm ki, yaratdığım sayda şəkil qoyum. Şəkili nə ilə qoymalıyam? Image. Burada bax çox önəmli bir məsələ var. Həmişə uşaqlara çalışılan bir məsələlər var. Image təqi adından görsəndiyi kimi, yəni çox da qeyri-adi bir şey deyil, image şey eləmək üçündür. Elementə belə deyək də, image qoymaq üçündür. Burada source var, bir də alt yazılıb. Source ingiliscə nə deməkdir? Nə demək ingiliscə? Maşallah, quram yer.
Source mənbə deməkdir. Uşaqlar, yazın bura. İngiliscə biz yerlə yeksandır. İlk dəfə eşidirəm. Source. Source mənbə deməkdir. Mənbə. Rus sözlərində sırıcı qısaldılmışıdır. Source nə deməkdir? Mən bura internetdən şəkil qoya bilərəmmi? Bəli, uşaqlar, qoya bilərsiniz. Məsəl üçün, Onun da linkini qoyacağım. hə, linki qoyarsınız. Burası orada 2 dənə söhbət var. Orada 2 dənə link var açığı. Bax, məsəl üçün, gəl copy link adres, copy image adres. Image adresi qoyaq, görək bu işləyirmi bizdə? Normalda belə şey eləmirik uşaqlar. Onu deyim öncədən. Hə. Bəs necə? Bax, bir də gəlib çaşıb bunu qoyarsınız. Bir dəqiqə göstərmişəm. Hə, link adresi səhv etmirəmsə bu işləmir uşaqlar. Çünki image işləyir. Bax, səhv etmirəmsə bu işləməməlidir. Hə, bu işləmir. Ona görə uşaqlar şəkil qoyanda, əgər internetdən birbaşa qoymaq istəyirsinizsə, 2 dənə variantınız var. Birinci variant odur ki, copy image adres gəlib bunu qoya bilərsiniz. İkinci variantınız nədir? Və ən sağlıqlı variant nədir? Desəz, uşaqlar, ən nəhayətində bu şəkil hardadır? İnternetdədir, düzdür? Bəs internetdə olan şəkildir. Hər hansı bir saytdadır. Card and Driver saytından tapılıb gətirilmiş bir şəkildir. Səhər bir gün bunların beyni çöndü, o şəkili sildi. Siz də bir sayt yaratmısınız. Production'dadır, 5 ildir işləyir. O şəkil silindi. Bu şəkil indi sizdən də silinəcək. Xeyr. Niyə xeyr? Bəli. Çünki internet belə bir link yoxdur artıq. Olmayan bir linkin nəyini göstərəsən? Düzdür? Bu bir məsələ. Bu sağlıqsız variant. Yaxşı variant deyil. Eləyə bilirsinizmi? Hə, eləyə bilirsiniz. Çox şey eləyə bilirik, amma hansı yaxşıdır, hansı deyil, onu bilməliyik. Burada alt sözü var. Müəllim, bu nədir? Qaleriya var. Bu uşaqlar alternativ sözünün qısaldılmışıdır. Alternativ. Alternativ Azərbaycanda necə deyək onu? Alternativ. Əslində alternativdir də, heç nə, yaxşı. Mənası nədir? Mənasını bilirsiniz də, alternativ. Bu olmasa odur. Alternativ variant, ikinci variant. İkinci variant. Bu nə deməkdir uşaqlar? Biz bura adətən nə yazırıq? Məsəl üçün, bu nə şəklidir? Nə maşındır bu, sən Allah? Çinqan, nəsə belə bir markadır. Bilmirəm də, əşya olsun Zakir, hə? Zikir, hə? Zikir. Zikir deyə bir marka, bir maşındır. Zikir kar, məsəl üçün, hə? Aha, bu Zikir kar burada görsənir. Düzdür, uşaqlar? Səhər bir gün onların beyni çöndü, getdi, sildi. Bax, nə yazılıb? Zikir kar. Müəllim, mən bu alternativi yazmasaydım nə olacaqdı? Belə. Yaxşı, mən bunu yazmalıyam mı? Bəli, yazmalısınız uşaqlar. Niyə görə yazmalısınız? Şəkil olmasa, orada nə şəkli var idi? Heç olmasa onu istifadəçi bilsin. Başa düşdün? Əgər sizdə şəkil istəməsə, belə görsənir. Hə? Üstü basılır. Yox, asma olur. Deyək ki, şəkil var. Niyə görsənmir ki? Niyə görsənmir? Linkdə səhvli elədim qəsdən. Aha. Mən o link düz olsa. Düz olsa işləyir. Nə yazılır yoxsa? Yox, heç arasına. Heç arasına. Heç arasına. O səhv olanda yazılır, değil mi? Hə, şəkildə linkdə problem varsa, alternativ onun üçündə, bəs. Alt. Fayllardan bəs necə olur? Ay sağ ol. İndi ikinci variant nədir? Fayla normalda sağlıqlı variant nədir? Mən bu şəkili köçürməliyəm. Köçürməliyəm öz kompüterimə, harasa. Öz kompüterimə deyəndə hədə köçürdüm. Və məsələ nədir? Biz şəkili necə qoyuruq? Bax, əsas suallardan biri odur. Biz şəkil adətən, indi biz Lesson 2 papkasının içərisindəyik. Lesson 2 papkasının içərisində ən yaxşı variant nədir? Adətən necə eləyirik, yəni normalda professional həyatda? Burada assets deyə bir folder yaradıram. Assets yəni köməkçilər. Assets folderin içərisində bir dənə də folder yaradacağam. İmagəs, şəkillər. İstəsəz imagəs birbaşa yaradın, istəsəz assets yazın, imagəs yaradın. Bəli, eyni şeydir. Düzdür? Mən bunu yaratmışam. Bu hardadır? Gəl tapaq bunu. Tapdıq, buradaymış. Hətta gəl belə girim istəyirsiniz. Assets, image folderin içərisinə girdim. Mən bu şəkli atdım bura. Bu şəkil görsəndə burada, düzdür? Yaxşı olar ki, bir dənə bura nə yazaq?
Zikir. Mən öyle Ferrari'dir. Düzdür? Bu da formatdır. Bunun formatıdır uşaqlar. Yaxşı olar ki, bunu normal formata salardıq, eybi yox. Bəs AVV nədir? Formatı da deyirəm. Şəklin formatı. Okey, bunu sildim. İndi necə eləyəcəm? Baxın uşaqlar. Nöqtə slash. Nöqtə slash o deməkdir ki, mənim olduğum yerdə nə qədər şey var. Hə, access var imiş, enter, image var imiş və zikri qoyduq bura. Burada heç kim silə. Sure. Source nədir? Bunun hardadır? Onun həmən pəsini göstərir, yolunu göstərir. Sure, baxaq görək, bizdə bir avif prosto format, biraz şıqıdı format oldu. Sure. Mən siz onu bəs qalerdən silsəniz yəni. Yine qalacaq. Mən gəlib buradan silsəm, təbii ki, o işləməyəcək. Bax, hətta mən burada bir dənə söz hərfi yanlış yazsam, məsələn, zikir yox da, gəlib belə eynin birini silirəm, hə? Görək bu işləyəcəkmi? İşləməyəcək. Çünki elə bir şey yoxdur. Olmayan bir şey necə göstərək? Və o zaman da nə işləri? Bu nə idi? Zikir. Harada yazmışdı? Ay, sağ ol. Alternativdə yazmışdı. Bəli. Всё. Aydındır. Bu bir. İkincisi, sizin eləcəyiniz səhv. Öncədən deyirəm. Gəlsiz belə eləyəsiz, bax. Əksiz. Belə yazma. Nöqtə slash qoy, gör nə var. Elə yaz həmişə. Bu bir. Sonra, müəllim, mən bura yox, onu CSS-də deyək. Ölçü məsələ artıq CSS məsələsidir, uşaqlar. Ölçü məsələsi CSS-dir. Orada çox önəmli bir məsələlər var ki, nədir? Biz onu normalda ölçü necə verməliyik? Orada yox, CSS mən göstərə bilmərəm. Çünki biz onu CSS-də keçsə yaxşı olar. Çünki ora kimi bizə başımızı qarışdıran çox şey olacaq. Niyə belə yazdıq deyə. Bura kimi aydındır. Siz hələ bunu öyrənin, bəsdir. Bura kimi aydındır. Всё. Keçdik. Sonra nə yazılıb bizim silabusumuzda? Qəşəng. Bunları dedik. A təqi. Bax, bax bunlar var, bax bunlar. Hansı dəfələrlə istifadə edəcəyiniz şeylərdir. A təqi. A təqib siz nədir uşaqlar? Keçirəm Figma-ya. Figma hardadır? A təqib siz nədir? Yazıram bura youtube.com. Düzdür? Mən bura gəlib nə əlavə edirdim? Link qoyurdum, hə? A təqib odur. Link qoyursunuz. İndi linki hara qoyursunuz? Məsələ odur. Linki odur ki, məsələn, mən bura A təqib yazıram. Hərfə fikir verməyin hələ ki. Bura yazıram ki, məsəl üçün nə yazaq bura? Google. Hə. Google deyək. Render link olmadı. Baxın. Altından xətt çəkilir və rəngi göy rəngdir. Bu default belədir. Biz təyin eləməmişik. Bu default belədir. Və bura mən klikləyirəm. Təbii ki, Google-a getmir. Niyə? Çünki biz ona yazı yazmışıq, elə bir Figma-da yazı yazmışsınız, amma create link deməmişsiniz və linkin içərisində nəsə yazmamışsınız. Okey. Google-un da linkini gəlib bu yazmalısınız bura. Bu xarici bir yerə, hə? Ayşə, hrefin yerinə. Ayşə, yazırıq bura. Linkini qoy bundan ki, basılıqdan. Məsəl üçün, yazıq google.com. Məsələn, bu bizi aparacaq Google-a. Amma diqqət. Müəllim, indi mən öz saytıma qayıtmaq istəsəm bir dala çıxmalıyam. Yəni, bax, olduğum yerdəyəm, düzdür? Bax, olduğum yerdəyəm. Olduğum yerdə Google açıldı. Yeni tabda. Mən istəyirəm ki, yeni tabda açsın. Mən elə istəyirəm, düzdür? Onun üçün nə etməliyik uşaqlar? Onun üçün başqa bir atribut. Bu arada bu yazdıqlarımız A təqdir, məsələn, image təqdir. Amma bunların içərisində olanlar, reflər, source, alt, bunlara deyirik atribut. Yaxşı, atribut. Bir növ onun funksiyonallığını əslində bir növ istifadə edirik atributlar vasitəsilə. Yazırıq bura target, hədəf. Hədəfdə bir çox 4 dənə şeyimiz var. Bunlardan çox yox, ən çox işlərimiz blankdir. Target blank nə edir? Gəlin baxaq görək nə edir. Yeni səhifədə açsın. Fikir verdiniz, yeni səhifədə açsın. Fikir verdiniz, baxın. Aydın.
İndi deməli, sən dedin ki, okey, bu getdi Google-a getdi, nə bilim YouTube-a getdi. Yox, qayıtma yox. Bunu bağladıq. Bu xarici bir URL-ə getdi. Mən qoymuş yazmışam, məndə about səhifəsi var, home səhifəsi var, nə bilim kontakt səhifəsi var. Bəs yaxşı, mən bunlardan hansı necə keçidlər eləyəcəm? Onu da A təqinə eləməliyəm. Bəli, A təqinə eləyirsiniz. Onu necə eləyirik? Məsələn, burada var ki, bu bizim hansı səhifəmizdir? Olsun bu home səhifə. Düzdür? Bura yazacağam ki, yekə hərflərlə H1 home. Home page. Bu bizim home page'imizdir. Məndə də burada bir dənə düymə olsun. Məsəl üçün go olmasın. Elə məsəl üçün contact az yox. Contact var, about var. Səhifə normal səhifədə nələr olur uşaqlar? Məsəl üçün products. Elə bir şey navbardadır da, navbar. Onun yerini dəyişək. Məsələn, belə şeylər var da. Elə bir şey navbardır. Navbarda linklər var. Düzdür? Mən bu arasını necə keçid etməliyəm? Onun üçün uşaqlar, əgər siz öz saytınız daxili keçid eləmək istəyirsə, sizdə bu səhifələr olmalıdır. Yəni necə? Məsələn, bizdə indeks var. Hamısı ayrı-ayrı yaradacağıq. Bax, new file. Məsələn, nədir bu? Məsələn, mən kontakt yaradacağam. Kiçik hərflə yazım. Kontakt HTML. Bu hardadır? Bir dəqiqə yazıyorum. Bu burada olmalıdır. Kontakt HTML. Kontakt HTML da öz növbəsində təbii ki, bu olmalıdır. Təbii ki, bir dənə H1-nə şey yazaq. Buraya yazaq ki, contact page. İndi yaxşı. Mən bunu refinə nə yazım ki, ora getsin? Kontakt HTML. Ha, şu. İndi buna bax. Bu deyil. Kontakta basam, kontakt səhifəsinə keçsin. Öz daxili switch eləyə bildim səhifəmi. Təzə səhifədə olur mu? Ha, niyə olmur ki? Nə yazmalıyıq təzə səhifədə açmaq üçün? Nə idi? Target. Blank. Şu. Target. Easy. Az çətindir. Çox asan. Biraz şey, Nə? Praktika, mütləq. Mən ona görə çox uzaqla söhbətim. Əsas başa düşdünüz. Uzaq başa 30% başa düşürsünüz bu dəqiqə. Onu siz özünüz yazmasaz, səhv eləməsəz, axtarmasaz mümkün deyil öyrənə bilməzsiniz. Kim deyirsə, yəni boş danışır. O mütləq ki praktika. Məsəl üçün indi about səhifəyə keçid eləmək istəyirəm. Nə etməliyəm? Nə etməliyəm? O nöqtə slash. Hə, nöqtə slash. Məndə about səhifəsi var. Aysa, birinci yaradaq. Öyrənin, yavaş-yavaş öyrənin. Bir də about yaratdıq. Səhv yerə getdi. Bu düz yerə getdi. Həmişəki qayda strukturumu qurdum. Deyək ki, burada məndə hər hansı bir elementlər var. Nəsə var da, about page. So, bu var artıq, hə? So, gəlirəm indeksdə, gəlirəm ya deyirəm ki, about page mənə get. So, daha getdi. So, easy. A təqini başa düşdük. A təqi qısaca səhifələr arası keçid, xarici bir linkə keçid. Yəni bu link məsələlərinə A təqi baxır. Ki mən özüm backenddə də dəfələrlə A təqindən istifadə etmişəm. Yəni bizə backend iki cür yazılır da. Biri var frontu götürürsən, onu backend inteqrasiya edirsən, biri var full backend yazırsan. İkisi başqa şeylərdir. Okay, aydındır? Ay sağ ol. Bunu da yaratmaq istəsək eyni qayda eləyəcəyik. Bu söhbətdə bu qədər. Başqa bir şeyimiz yoxdur. Xarici daxili bu hesab etilən linklərə şəkil əlavə etmək. Hə, bir də var linklərə şəkil əlavə etmək. O da nədir uşaqlar? Məsələn, siz A təqinin içərisində başqa bir təq yarada bilirsinizmi? Yəni image yarada bilirsinizmi? Hə, bəli, yarada bilirsiniz. Məsəl üçün, sizdə belə bir şey var. Assets. Belə bir şey var. Siz bura link qoya bilirsinizmi? Hə, qoya bilirsiniz. https://google.com Məsəl üçün, belə bir şey eləyə bilirsiniz. Bax.
Şəkilə basanda gedir də elə bil ki, başa düşdünüz? Şəkilə basanda. Onu necə elədim uşaqlar? Heç nə A təqi yaratdım. Onun içində image təqi yaratdım. Yəni biz belə iç-içə şeylərdə yaza bilirik yəni. Orada heç bir problem yoxdur. Всё. Yazı hissəsinə sadəcə şəkil qoydum. Ha, yazı hissəsinə başqa image təqi qoydum. Image təqi biz bilirik ki, şəkil üçün deyil. Bunun ölçüsü vermək zat onlar başqa söhbətdir. Onlar başqa özü CSS yazmalıyıq və orada CSS-də diqqət eləmək, həm CSS, həm image, HTML tərəfdə diqqətli olmağımız və başa düşməli olduğumuz bir-iki şey var, nüans var ki, biz ora çatanda onların hamısını deyəcəm, narahat olmayın. Bu easy. İndi keçək, biraz praktik eləyək. Çox baxmaqla yazmaq bir şey deyil. Yazmaq lazımdır ki, başa düşək. Təbii ki, task veririk. Siz yaza səhv eləyə başa düşməlisiniz. Ondan sonra çox asan gələcək sizə. Mənim assets kodu yox baxır. Access kod deyil ki. Sən qoymursan Access kod deyil ki. Baxın uşaqlar, bu məşhur tasklardan biridir. Şəkillər verirsiniz. Can verirəm, niyə vermirəm ki? Discord'a atıram. Budur da. O komiterlərdə yox. Mən şəkillər ayarlatmaq olmuyor. Necə? Yəni üstdən ayrı açacağız lan. Discord'un komiteri gedirəm. Bilməm siz bir şey. Ehtiyac yoxdur, mən şeydə açaram. Mən açaram. Yəni yazılı adamsız birləşir olur. Doğrusun. Elə demədim. Mən bir neçə yazılan məzət çəkmirəm. Amma şəkil var. Bunu atım hər ehtimal üçün onlayndadır uşaqlar bu arada. Həmçinin bunu. Всё. Pauza eləyirəm.